Müasir vaxt idarə etməsi və karyera planlamasında yeni yanaşmalar göstərir ki, həddindən artıq işləmək insanı zirvəyə aparmır. Yenavaz.com xəbər verir ki, əksinə, çoxlu tapşırıq götürmək zehni yorğunluq yaradır, diqqəti zəiflədir və uzunmüddətli perspektivdə məhsuldarlığı azaldır. Son illər populyarlıq qazanan daha az iş görmək fəlsəfəsi məhz bu problemin həlli kimi təqdim olunur. Faydalı tənbəllik həyat keyfiyyətini yüksəldir. Daha az iş görmək anlayışı passivlik deyil, şüurlu seçimdir. Lazımsız tapşırıqlardan imtina etmək, diqqəti yayındıran amilləri aradan qaldırmaq və istirahət üçün vaxt ayırmaq həm məhsuldarlığı, həm də ümumi həyat məmnuniyyətini artırır. Bu yanaşma müasir insan üçün daha sağlam, balanslı və davamlı həyat modelinin formalaşmasına şərait yaradır. Diqqətin bir nöqtəyə yönəldilməsi uğurun əsas şərtidir. Tarixdə böyük nəticələr əldə etmiş şəxslərin təcrübəsi göstərir ki, əsas uğur amillərindən biri diqqətin tam şəkildə bir məqsədə yönəldilməsidir. Uzun müddət yalnız bir layihə üzərində fokuslanmaq daha dərin düşünməyə, yaradıcı yanaşmaya və real irəliləyişə imkan yaradır. Parçalanmış diqqət isə enerjinin dağılmasına və nəticələrin zəifləməsinə səbəb olur. Çox iş görmək məhsuldarlıq demək deyil. Müasir insan tez-tez eyni vaxtda bir neçə işi görməyə çalışır və nəticədə özünü daimi tələskənlik və xaos içində tapır. Bu model insanı davamlı stres altında saxlayır və görülən işlərin keyfiyyətini aşağı salır. Halbuki iş və şəxsi həyat arasında balans yaradan, məqsədlərini aydın müəyyən edən insanlar daha stabil və davamlı uğur əldə edirlər. Prioritetin düzgün seçilməsi vacibdir. Araşdırmalar göstərir ki, fəaliyyətlərin böyük hissəsi real nəticələrin kiçik bir bölümünü formalaşdırır. İnsanlar vaxtlarının əksər hissəsini az əhəmiyyətli işlərə sərf edirlər. Ən effektiv yanaşma əsas nəticə verən fəaliyyətləri müəyyənləşdirmək və diqqəti məhz onlara yönəltməkdən ibarətdir. Bu həm vaxt itkisini azaldır, həm də enerji səmərəliliyini artırır. Yox demək bacarığı stresi azaldır. Həddindən artıq iş yükünün əsas səbəblərindən biri əlavə tapşırıqları rədd edə bilməməkdir. Sosial və peşəkar mühitdə yox demək bacarığı formalaşmadıqda insan öz üzərinə real imkanlarından artıq məsuliyyət götürür. Düzgün vaxtda deyilən yox, həm vaxtın qorunmasına, həm də uzunmüddətli səmərəliliyə xidmət edir. Görüləsi işlərə fərqli yanaşma. Ənənəvi görüləsi işlər siyahıları çox vaxt insanı daha da yükləyir. Siyahıdakı tapşırıqların hamısı eyni dərəcədə vacib olmur və bəziləri ümumiyyətlə icra edilməyə dəymir. Daha effektiv yanaşma hər tapşırığın həqiqətən vacib olub-olmadığını və şəxsi məqsədlərlə uyğunluğunu qiymətləndirməkdir. Qısa fasilələr və fokuslanmış iş daha səmərəlidir. Müasir vaxt idarə etmək üsulları qısa, amma tam fokuslanmış iş mərhələlərini tövsiyə edir. Müəyyən vaxt ərzində fasiləsiz işləmək və sonra qısa fasilə vermək diqqəti artırır. Zehni yorğunluğu azaldır və işin daha planlı aparılmasına kömək edir. Bu üsul xüsusilə zehni əmək tələb edən sahələrdə effektiv sayılır.